Herkes salam dostlar, necəsiz? Təxminən 2 ay əvvəl video paylaşmışdım. 345 krem ilə bağlı idi bu video. Orada bir həftə boyunca 345 kremini istifadə etmişdim və üzümdəki təsirini sizə göstərmişdim və daha çox səpdiyini demişdim. Hal-hazırda krem demək olar ki bitir və üzümdəki təsirini sizə göstərmək istəyirəm. Yəni reklam falan yoxdur, öz fikrimdir, sadəcə sizlə bölüşəcəm. Bu qismdə isə səpkilər üçün bantlar satılır, ondan istifadə eləmişəm. Böyük bir səpki çıxır, çünki şirniyyatı yenə abartıram. Bu arada yemək düzənim hələ də eynidir, amma buna baxmayaraq krem öz təsirini göstərdi. Yəni gördüyünüz kimi üzümdəki o qabarıq səpkilər hal-hazırda sönmüş vəziyyətdədir. Əlavə olaraqsa hər gün səhər və axşam bunu istifadə edirəm. C vitamini serumu. Məsələn, makyaj eləyirəm, makyajı təmizləyərkən bununla istifadə eləyirəm. Bir də istifadə elədiyim başqa bir məhsul da var. Bu məhsul daha yaxşıdır, yəni olsa bundan alın, Biodermanın. Makyaj təmizləmək üçün yaxşıdır, üzdəki səpkiləri ən çox məncə bu da təsir eləyir. Bunu istifadə eləyirəm normalda makyaj təmizləyərkən. Amma və lakin yoxdursa bunu istifadə eləyirəm. Bunu səhər üzümü yuyandan sonra istifadə eləyirəm, birinci bunu. Sonra bu kremlə üzümə çəkirəm. Sonra makyaj eləyirəm. Axşamsa makyajımı təmizləyirəm, yuyuram. Sonra bunu yenə istifadə edirəm qurudandan sonra və üzüm sağalır. Yəni krem işə yarayır. Sadəcə yanında istifadə etdiyim məhsullar da var. Onu da deyim ki, xəbəriniz olsun. Bəlkə ola bilsin krem bitənə yaxın təsirini göstərir. Çünki ordinal da elə idi. Bitənə yaxın təsirini göstərmişdi. Bu da elədir. Və mən bunu makyajdan öncə istifadə edirəm. Yağlı düzü parıldadır. Əgər üzünüzdə mənim kimi qabarıq səpkilər çıxırsa ki, çıxır. Mən də test edirəm. Çünki şirniyyat falan çox yeyirəm. Suyu falan da çalışıram bol için. Bunlara diqqət eləyin. Qidalanmağa diqqət eləsəz daha tez sağalacaq. Üzümdə gördüyünüz kimi qabarıq səpkilər çıxır. Onun için de bunu istifadə edirəm. Alifiyadan almışdım, 10 manatdır. Qiyməti biraz bahadır, amma təsir eləyir. Yəni bir gün boyunca saxlayırsınız üzünüzdə. Məsələn, yapışdıranda da görsənmir, elə çox bilinmir. Soruşsalar bəlkə hə, diqqətlə baxanda bilinir, amma gördüyünüz kimi hal-hazırda istifadə eləmişəm. Elə də çox bilinmir. Yəni bunu da istifadə eləyirəm. Yaxşıdır, təsir göstərir, yaxşıdır. İçindəki çirki falan daha rahat bir şəkildə çıxardır. Göstərdiklərim heç bir reklam deyil. Sadəcə öz üzümdə istifadə etdim və təsirini bəyəndiyim üçün sizlərlə paylaşmaq istədim. Videomu bəyənməyi, fikirlərinizi rəylərdə yazmağı və mənə dəstək olmağı unutmayın. Sizləri sevirəm.